Sevgili arkadaşlar, demək bu Oğuzdan gələn aparatımızın motorudur. Klientimiz verib. Gələ bu releyimizdir. Natiq ustamızdır. Allah canına dəyməsin. Oğuzdan gələn qardaş, 4 kW. Qardaş dedi motorda problem var. 138-dən qalxmır. Yoxladım, bunda problem yoxdur ki. Qardaşım bunda problem yox, tokunda problem varmış. Bu hardan gəlmişdi? İsmaildən. İsmaildən gəlmişdi. Zəmanət yanmış, düzəldib düşük. O da hazırdır. O Oğuzdan gəlmişdi. Oğuzdan o da düzəlib hazırdır. Bu harandı? Bu öz motorumuz. Ha bunun əvəzinə yaşmaya aparat vermişdik. O yanmışdı. Əvəzinə salafan verdik. Bunda özümüzündür də. Buna desən relay yanmışdı, ha? Siz inşallah iş budur, keyfiyyət budur. İnşallah qoşub çəkiliş edəcəyik, göstərəcək. Bir hamısını saxlayıram. Saat neçədir? Saat 9-a qalır. 10 dəqiqə, 13 dəqiqə. Çoxu bəlkə də yatıb istirahət eləyib. Nə bilim, biri spalnidə, biri televizor qabağında, nə bilim, biri kafedə, biri yesin. Hələ biz ustalar, bax, hələ biz evə girməmişik, evimizi görməmişik. Hələ ki, motor qoşuruq, motor yola salırıq. Hələ bundan sonra gedəcəyik, sıxan motor stanovka eləyəcəyik. Bir də deyir, say ustalar, çox qazansız, ay ustalar. Bizim reisimizi sayanın, bizim reisimizi deyənin, nə bilim, görün bizim günə qalsın, ha, Natə? Biz çox əlbəttə et çörək yeməmişik. Maşında bir dənə maşınımız orada, bir dənə sok içmişik. Bir dənə də pəmpəm yemişik. Pəmpəmdən sokla başımızı qatırıq hələ. Of, hələ yorğunçuluqdur. Allah bərəkət versin. İşimiz çoxdur. Tək iş çox olsun, hamının işi. Bizdə prosta loğalaq kimi çıxmasın. Prosta o bizi arada deyirlər, çox qazandı, çox yediyoruz şey. Ona da demək istəyirəm ki, yəni, hələ bizi ev yüzü görməmişik. Saat günorta 2-dən çıxanıq, hələ 9-a qalır, çöllerdiyik, hamarlardıyıq hələ. 5 manat, 3 manat, çörəyimizin xətrini nədir? Bəzi o qaloş adamlar var, o şərəfsiz insanlar var, ola yəni əl açmamaq üçün. Düzdür, qardaşım? Halal çörəyimizi qazandıq. Ustamız da nasazdır, mənim də jazımdan başım ağrıyır, qulağımın dibi şişir, az qala qulaqlığı çıxardım. Maşınımız da bax, tonlu yüklü. Hələ motorlar hara qoyacaq bilinmir, bax. Maşının dalı doludur, baxın. Təkərlər gəlib, bir maşın təkər yükləmişəm. 120 dənə təkər vurmuşam, amma maşın dalıda oturur. Yüklü vəziyyətdə. Dediniz, vurdular, maşının böyrünü də əzdilər. Dedi, yıxan evi qardaş, heç kim yıxmır. Dedidən deyir, fələyin də xəbəri yoxdur. Qurban Allaha.